Toy məclisinin başlanğıcı olan nişan məclisi də elə xeyir dua, mahnı ilə başlanır. Burada musiqiçiyə ehtiyac yoxdur. Onları iştirakçılar əvəz edir. Qəlblər riqqətə gəlir, ürəklər oxuyur. Həmişə xoşbəxt ol qoy. Həmişə salamat ol qoy. Qoy həmişə xoşbəxtlik olsun, həmişə salamatçılıq olsun. Bütün qonaqlara can sağlığı arzulayıram. Onların qismətinə də belə məclislərin düşməsini diləyirəm. Daim şadlıqların, toyların iştirakçıları olsunlar. Naliri perizde hay güzeller. Yaka umar hay güzel. Pərizada mahnısının ləzgi toylarının aparıcı ritmi olmasına heç kəsin şübhəsi yoxdur. Qanadlanma intizarında kimi məna kəsb edən bu mahnının bir neçə variantı var ki, onların hər birinin öz məclisi, öz ifa bayatları var. Göy çəməndə çiçəklərdən gül düzərəm yollarına. Dünənimdən, sabahımdan il düzərəm yollarına. Perizada, perizada, ürək yanır intizarda. El-obanın gözü səndə, qalıb dili sözü səndə. Məhəbbətim pərvazlanır, qanad açıb sən süzəndə. Perizada sözüm mənim, görən iki gözüm mənim. Sevgimizdən ocaq çatıb, qəlbisidən közüm mənim. Qanadlansın qanadında, intizarım, səsim mənim. Səndən özgə sevgili can, yox bir həmdəm, kəsim mənim. Perizadam, elin səsi, yar səsləyən dilin səsi. Hər ocağa nəsib olsun, oğul səsi, gəlin səsi. Perizada, ay gözəl yar, yoxdur sənə tay, gözəl yar. Könlüm səni soraqlayır, səsimə ver hay, gözəl yar. Bu misraların, ifaların hər birinin məqsədi gəncləri gələcəyi ruhlandırmaq, səadət sorağına həvəsləndirməkdir. Alqış ritmi ilə ifa olunan bu mahnı həm nişan, xına məclislərini, həm də gəlin gətirmə mərasimini müşayiət edir. Bütün mahnılar toy məclisinə man ilahəsinin hədiyyəsidir. Bura həm də rəqs ritmləri aiddir. Bu mahnılar məclis iştirakçılarının əylənməsinə xidmət edir. Bir neçə mahnı da var ki, onlar qız gəlinin ifasında şənliyə xüsusi ləzzət qatır. Bu mahnı nişan məclisində xonçaların təqdimatı vaxtı ifa olunur. Xüsusi rəqs xarakterli hərəkətlərlə müşayiət olunur. Qohumlar arasında xoş, zarafatyanə münasibətlərin yaranmasına imkan verir. Əlində xonça tutan qohum əqraba rəqs edərək qız tərəfini də oyuna cəlb etməyə çalışır. Bu xüsusi rəqsdir ki, tərəflər arasında məxsusi ehtiramın formalaşmasında vacib rol oynayır. Gəlin tərəfinin qadınları təzə qohumları alqışlarla qarşılayırlar. Oğlan adamları ayaq saxlayaraq mahnının ilk bəndini ifa edir və digər tərəfi cavaba səsləyirlər. Onların cavabından sonra səslənəcək növbəti bənd artıq deyilmiş fikirlərə cavab forması daşımalıdır. Bu, iştirakçıların söz, bənd qoşma bacarığını və məharətini üzə çıxaran, onların poetik düşüncələrini sınağa çəkən bir rəqsdir. Nişan, qohumların razılıqlarının rəsmiləşmə mərasimidir. Adətən bərəkət rəmzi olaraq gəlin evinə sini qabda bəzədilmiş plov aparılır. Nişan üzüyünün gəlinin barmağına taxılmasından sonra mütləq onun başına qırmızı örpək salınır. Bundan sonra isə hamı plovdan dadır. Xəbər müjdəsi kimi məclisdəkilərə şirniyyat paylanır. Xına qızların məclisidir. Bu, nisbətən açıq məclis olsa da, onun bütün iştirakçılarının, daha doğrusu, iştiraka icazəsi olanların əlləri xınalanır, ya qoluna qırmızı lent bağlanır. Belə məclisə kənar şəxslərdən yalnız bəy öz dostları ilə təşrif buyura bilər. Bu məclisi bir növ toyun zirvəsi sayılan
demə hazırlıq mərhələsi də hesab edirlər. Gəlini göz bəbəyi kimi qoruyurlar. Xüsusilə xına məclisindən sonra. Çünki o, toyun incisi, məclisin saflığıdır. O, dar ilahəsinin himayəsi altında olsa da, onu bədnəzərdən, acı təəssüratlardan qorumaq hamının borcudur. Gəlinin hazırlıqları içində mühüm yeri bəy süfrəsinin hazırlanması tutur. Bu, ailə həyatının ilk birgə anıdır ki, müqəddəs süfrədən başlanır. Ləzgi mətbəxinin ən ləziz nemətlərini süfrəyə qoyurlar ki, gənclər arasında şirinlik, mehribanlıq yaransın, gərginlik, həyəcan onlara yaxın düşə bilməsin. Toy mərasiminin mənalı və sevinclə başa çatması üçün gəlinin yengəsi onun ən yaxın sirdaşı olmalıdır. Adətdir ki, toydan qabaq ilk növbədə qohum qardaşı yığıb hərəsinə bir iş tapşırarlar. Kimsə qonaqları qarşılamalıdır, kiməsə yeməklərə baxmaq həvalə olurlar. Hətta qalmaqalın qarşısını almaq üçün nəzarət işinə baxan da müəyyənləşdirilir. Belə olan halda toy əsl bayrama çevrilir.